Salam değerli izleyiciler, her birinizin sabahınız xeyir, her birinizi hoş geldiniz. Azerbaycanımızı bütün gurbette yaşayan kardeşleri salamlayıram. 17 aprel 2026 yıl. Bərdə Malbazarı. Gördüğünüz kimi kardeşim bordoğa giden danalar. Gene canlıdasan Neçəyləndi bunun qiymətləri? Ha? Neçəyləndi kom? Topa 2600 lira. Bak belə dənə hoş dənə neçə deyirsən? Aha. 2700 lira. aşağı yerleri var da bırakın canlı oğlu. Allah hayırlı pazar versin. Kardeşim bak böyle bordağa giden danaları var. Bəli. Kameraya elinde. Bazar olsun. Neçəyləndi bunlar burada? Bunları böyle satarım 24 yarım. 2400. Neçəylə dedin? 2450. Alıcılıq neçədir bazarda? Alıcılık böyle de. Yaxşı olar inşallah. Neçədən ama aldı? 8 tane mal aldım. Çol malı bu hani? Allah hayırlı pazar versin. Şarol. Neçəyləndi bunun qiyməti gözəl qardaş? Bunlar 28 yarım. Üst saat Bunlar 26 yarım. 26 yarım bunlar. Bunlar neçə? 28 yarım. 28 yarım. Ümumiyyətlə alıcılıq neçədir bazarda? Böyle de Zayıfdır. Hara gelsən? Angustur, şarollardı. Kelfort'tu. Kimindi bu mallar? Sənindir yox mu? Neçəylə deyirsən o şarolları? 28 lira. 2800'dan. Ben oradaki şarolları içeridekilerden yok. Ben bu Kelfort neçə deyirsən? 26 yarım. 2650. O birler neçəylə bu atam? O bizim de o. Allah hayırlı pazar versin.
Şekerollar var. Angustur. YouTube'a. Neçəylədir qiymətlər? 2900'dan. Ümumiyyətlə bazarda alıcılıq nətərdir? Durğunluqdur. Pazar olsun. Kardeşim danalarlı. Bu danaların qiyməti 21.80. Da belə dənə neçəyə? Yəqin ki bu 24 dolar. 25 yarımdır. Pazar olsun. Bunların qiyməti neçədir? 22. 22 ilə. Pazar olsun. Ne var ne yok. Kıymetler neçeylendi? Kakam kıymetler neçeylendi? Neçə? 20-70 lira. Bax belə dənə neçə iləndir? Dənə. Hər qiymətə var.
Kardeşim bak belə bir inəyi var. Balası neçə günlükdür? 9 gün. Neçənci qarın? İkinci. Südü nədir be? 22 balı ilə balasız. Qiyməti nədir? 5300 lira. Haram malıdır bu? Allah ne güzel. Balası dişidir ha? Ne şekilde olup bala? Sütlü bulama. Sütlü. Pazar olsun. Erkek balalı her tarafta bir buzoy dişi. Bala dişi de erkek. Erkek 12 litre suyu. 12 litre sütü. Kıymeti nedir? Kıymeti 37. 3700. Bak tane doşu satır. Hep doşu değil doşun doğru. Ha Allah hakkı bir şey diyor. O ikisi de verirler yani onun ikisini de. Ha hadi ikisini tutar. Pazar olsun. Bu ne senci karındı? Birinci karnadı kağa diye. Düya. Balası neçə günlüktü? Balası 12-13 günlük. Sütü nedir? 6 litrede sütü var üşümemesinden. 6 litre sütü var üşümemesinden. Dişidir balası. Şimdi neçə günlüktü balası? 12-13 gün. Süttür ha? Aha. Evde arkadaş evde şimdi tutamıyorum biz birbirinden neyin atmayın. Onu da kaytarırsın. Şeyle bilmem. Pazar olsun. Kardeşim bak böyle bir inəyi var. Erkekte simental balası var. Neçənci qarındı bu qaqam? 4. Sütü nədir bunun? Balı ilə balasız. 12 litre. Qiyməti nədir? 3800 lira. Haram malıdır bu? Bardaq, nə gözəl. Üç 8 dedim. Pazarın olsun. Kaka bu neçənci qarın dürək? Balası nədir? Sütü nədir? Qiyməti? Üçüncü qarındı. 3600 edir. Pazar olsun. Amin bak belə bir bozak qulağı var. Tamız qulaq. Dalası neçə günlükdür? Erkek 3 günlük. Onda bulamadı ha. Bulamadı böyle. Erkek de baladı. Nə qədər? Böyle 12 bulama verir bir de. 12 bulamam. 18-19 süt verir. Neçənci qarın oldu? 4. balası da aldı. 4. Qiyməti nədir? 45'e deyirəm. 4500 lira. Və bu neçənci qarındır? Bu da 4. Bu. Bəli, bəli. Bu da 4'dür. Bəli, bəli. Bunun da balası erkek. Bunun da balası erkek. Neçə gündür balası? Deyirəm. Bunlar ikisi de dalgavaq da o. 3 günlük. Onda bu da bulamadı da. Bəli. Üçü de bulamadı bunlar. Üçü de bulamadı. Bunun qiyməti nədir? 3'e deyirəm. 3 milyon. Və o birisi neçənci qarındır? Yarıma deyirəm. 3 yarıma deyirsən 5-ci bala. Onun da balası erkəkdir.
Sütlü bulama. Bulamadı. Bulama. Ne kadar verir? O da 15'ten yukarıdır. 15'ten yukarı. Kıymet 3 yarım. Balası erkek. Üçünün de balası erkek daha. Beşinci bala. Ne var değil de kardeş. Bu ne çenci karındı? Hele onun özünü çek. Ne çenci karındı kaka? Üçüncü. Balası nerede? Dişi. Dişi. Neçə gündür balası? 5 gün. Sütlü bulama. Dönenden sonra. Kıyməti nədir? 3800'e. Hara heyvanlı bu? Ne güzel. Bu ne səncə qarındı? 3. Balası nə? Balası dişidir. Ne kadar sütü var? 5 litre. Yem verirsen bu hayvanlara. Göğe çıksa ne kadar verer? 6-7 litre. Bunun kıymeti nerede? Ha? 2700 manat. Ne güzel. Ne güzel. Al baba. Al baba. Deməli değerli izləyicilərimiz. Gördüğünüz kimi çəkəcəyik baxın. Allah xeyirli bazar versin. Bu neçənci qalındı bu heyvan? 4-cü balam. 4. Bala nədir? Sütü nədir? 8 lira. 8'dir. Qiyməti? Kaka o mənim bu yekə balalı. Qiyməti nədir? O 28 deyirəm bax. 2800 lira. Pərdə malıdır. Qaradağlı. Bərdə Qaradağlı. Mən də Qaradağlı olam. Deba o çiftləşdi. Deba o çiftləşdi. O da hazırda. Balası da bir Yarım baxıldı. vermirəm əmi. Dişidirlər. Tamam olsa ben hanım ben tabii. Çok sen. YouTube kanalı. Bu da mənim. Qaqa bu neçənci qarındır ürək? 4-cü baladır qardaş. 4. Balası nə qədərlikdir bunun? 2 ay oynayıram. Çay. Övrünü alıb yenidən? Yo yo. Almıyor. Sütü nədir bunun? 15 lira. 15. Qiyməti nədir be? 3800. 38'e. Bərdar rayonu Qaradağlı kəndi. Allah xeyirli bazar versin. Kardeşim bak belə. Bu da sizindi? Bəli. Güvelər var, nəhlər var. Bu yəqin ki birinci qarını olar. İlkini. Hələ dişim vurmuyor. Qanad. Bu zoyları da maşındadır. Bəli. Sütü nədir onun? 7 litre. Balı ilə balasız. Balasına bir emcek kalır. Onsudur nədir bə? 6-7. Oynayan sütü 8. Neçənci qarında o? Üçüncü. Qiymətlərini də denən daha. 35'e bunu deyirik. 3 yarıma. 32'ye de onu. Haram alıdı. Beyleganların birinci aşkı. Beyləqan rayonu, nə gözəl. Buradan bütün Beyləqandakı izləyicilərimizə salamlayırıq. Balaları erkəkli dişi bunlar. Birinin balası sütü, birinin balası. Birinin balası erkek. Birininki erkək, birininki dişi. Birinin balası erkekti. Bununki erkəkdir ha? Ha ben. Onun balası erkek. Nə gözəl. Adım Sənandır. Xeyirli uğurlu olsun. Qardaşım, bax belə bir ney var. Bala dişidir həmi? Ha dişi baladı qardaş 5. Balası 5-ci qarındır. Balası nə? Südü 6 litr. Allah ölənlərinə rəhmət eləsin. Balası neçə aylıqdır onun? O balası 2 ay yarımdır. Hörünü alıb yenidən. Hələ ki yox. Yox Hələ bağdadır hələ bu dəqiqə bağda alır. Çölə çıxmır.
Ancaq ev oldu. Yem verirsən buna. Yok yok, bura tomuduradı. Göğe çıksana gider böyle. Güya çıxsa 8 litrdir. 8. Hə. 8 litr. Ayağından mal, sakitdə bir kimdən mal. Qiyməti nədir? Qiyməti 224 istəsə verərəm. 2400. Hardan da gətirsən bunu? Hərdən mal. Verdim Allah. Allah xeyirli bazar versin. Allah köməyin olsun. Bax belə qardaşın nələri var. Neçənci qarındır bunlar? Bu 1, bu da 3. Sütləri nədir bunların? 6 litr süt verir. Qiymətləri nədir ürək? 24 yarıma bu, 27 yarıma bu. Balalardaki erkek, kişi erkek. Allah xeyirli bazar versin. Sen de bu. Salam değerli izleyiciler, her birinizin her vaxtınız xeyir, her birinizi xoş gördük. Biz bu günləri Qəhrəman tərtərdəyik gene. Qardaşın deməli 17 baş balalı, körpəli inəkləri var. Hamısı sağlam, balaları. Bax buradadır, gözəl qardaşlar, gözəl insanlar. Görürsünüz balalı, hamısı buradadır. Hal-hazırda göstərəcəm, baxasınız bir-bir. Qəşəng də südlü heyvanlardır. Gördüyünüz kimi. Burada neçənci qarın kimidir? Birdən neçəyə kimi? Birdən üçə kimi. Nə gözəl, nə gözəl. Birdən üçə kimidir, gözəl qardaşlar. Qiyməti qardaş, balalı zaddır, 2400 manatla deyilir. 2400 manatla deyilir. Qardaşın əlaqə nömrəsi 051 595 5900 ilə əlaqə saxlayırsınız. Hal-hazırda arxalarında çəkəcəm, baxın. Qardaş, hamısı deməli bax, sağılır. Gördüyünüz kimi. Qardaşla əlaqə saxlayın. 17 baş heyvandır. Kom şəkildə satılır. İndi danışarsınız da qardaş. Hamısı da körpəlidir. Buyurub baxa bilərsiniz. Hamısı da körpəlidir. Yığın qardaşla birbaşa danışın özünüz. Salam değerli izləyicilər, hər birinizi xoş gördük. Deməli, bax, bozaq qulaqdır, orijinal, balalıdır. Gördüyünüz kimi. Dişi qəşəng balası var. 4 dənə bax burada. Dördü də bir aya doğası heyvanlardır. Bu balalıdır. İndi o başta 2 dənə var, onu da çəkəcəm, baxın. Bax, bir də bu 2 dənə ağır boğazdır. Gördüyünüz kimi. Birbaşa əlaqə saxlayın. 051 595 5900. Qardaşla əlaqə saxlayın. 6 dənə yanı bunlar ayrılır. Salam değerli izləyicilər, hər birinizi xoş gördük. Bax belə 156 baş Gelford Bergalov gördüyünüz kimi. Sunlayətdən keçiliyor, bir adları çəkək, baxın. Bax bunlar Gelford Bergalovlardır. 156 baş heyvandır. O yüzlü bu yüzlü. Maşallah olsun. Heyvanlar güzeldiler. 156 baş
Heyvandır, gözəl qardaşlar. Hal-hazırda Primnoy Gelford belqalıqlardır. Primnoy. Buynuzsuz. 050, yox, üzr istəyirəm. 055 265 32 85. Aydın müəllimdən birbaşa əlaqə saxlayırsınız. Həm inəklər üçün, həm danalar üçün. Bax reis. Bax, güzel kardeşim. 120 neçə baş heyvandır. Gəl ürəyin nə istəyir birbaşa. Pulun oldu, olmadı. Bunun hamısı sağ qurbandır. Balalı da var, balalar o yüzdendir. Işık yanmır. Buralarda güclü yağış yağıb. Nə su var, nə ışık var, heç nə yoxdur. Bax mənim qardaşım. Ürəyin nə istəyir? Buradan qardaşın sənin üçün ala bilər. Yüz 20 baş inəkdir. Bunlar analardır. Birinci qarına, dördüncü qarına kimi heyvanlar var. Bunlar da bax bu gördüyün adliyədəki hamısı baladır. Hamısı. Salam değerli izleyiciler, her birinizin her vaxtınız xeyir, her birinizi xoş gördük. Biz bu günləri Sumqayıtda, Aydın müəllimin fermasında. Deməli, həmi boğaz inəklər, balalı inəklər, bozaq qulaqlar. Həm də Gelford belqalıqlar çəkəcəyik, baxasınız. Deməli, gördüyünüz kimi gözəl qardaş. Burada nesiniz qardaş kimi heyvanlarınız? 2 var, 3 var, 4 var, 5 var. Deməli, gözəl qardaşlar. Qiymətlər yəni dəyişir. Boğazla balalının arasında. Bugün ayın neçəsidir? 7-si mart, aprel. Aprel 2026-cı il. Deməli, 120 baş, bax belə inəkdir, 120 baş. Verilən məlumatlara görə. Həmi balalı, balalarını da çəkəcəyik, baxın. Həmi boğaz, yetik. Hal-hazırda qiymətlər, südləri nə bilim, 10, 12, 15, yəni baxır sizin saxlamağınıza. Bax, bu yüzdəki, bu gördüyünüz adlıqdakilər də bu heyvanların balasıdır. Bax, bu yerdəki olan hamısı baladır. Yəni, heyvan bu adlıqda da var. Bu adlıqda var. Yəni, bunlar baladılar. Hardasa bir 50-60 başa, hələ bəlkə də çox, 70 başdan yuxarı balalıdır. Gözəl qardaşlar. Bunun qiymətləri kim deyil? Ancaq zəhmən. Aydın məsələdir. Aydın məsələdir. Hamısı yəni bax balalıdır. Bax bunların. İçinə bir dənə də Gelford gəlib düşüb hardansa. Bunlar hamısı gördüğünüz kimi videoya axıra kimi baxın ki. Yəni orada nömrə deyiləcək. O nömrə ilə birbaşa əlaqə saxlayırsınız. YouTube tərəfindən də gələn izləyicilərimizə endirimlər olacaq. Yəni bax gedirsiniz, oradan buradan inək alırsınız. Biri deyir 8 litrdir sütü, gelsiniz 3 litr. Qardaş gəlin fakt mərkəzindən alın da bunu.
Yani bizim saytları bak. Bu videolara, komentarlarda bakacağım. Like vermeyenleri birbaşa saytımdan uzaklaştıracağım. Bak deyim bilesiniz. Like. O bir like'ı bakırsınız çok görmüyor. Buyurun bakın. Hamısı 70'ten çoxu balalıdır. Gelford Belgalofları da çekeceğiz hamısını. Bakarsınız orada. O bir adlarda da var çekeceğiz bakın. Bize geldik Gelfordlar. Belgaloflar. Aparın 5 ay bakın. Hazırdılar. Bir bak. Buyurun bakın. Kesiliyor bir tarafta adlardakiler de çekiyor. Gelford, Belgalof. Aydın kişi çok değerli kardeşti. Özel kardeşti. İnşallah da hayvanlar hamısı göz qabağındadır. Bunlar da ki Belgaloflar buynuzsuz. Bakın görün ne gözəldilər. Azərbaycanda demək olar ki Aydın kişi bir nömrədir. Yani bu işin peşəkarıdır. Yani ikinci bir heyvan gətirən şəxsi görmürəm da peşəkar. Hamı gətirir. Ama bu kişi gedir malın harda gözü var. Bu gördüğünüz yerlerde ben çok videolar çekmişim. Anguslar, şarollar. Yani bakın, Gelfordlar, Belgaloflar hamısı sözlerini deyir. İçinde deməli 220 de var, 300 kiloluğu da var, her çəkidə var. Kimə də neçəsi lazımdır, yəni gəlib ala bilər. Buyurun baxın. Gördüğünüz kimi. Hamısını çəkəcəm. Baxın. Burada neçə başlı cəmi bu Gelford Belgaloflar? Ha? 156 baş erkəklərdir də ancaq. İnek neçə başlı? İnek 120 neçə dedim ha. Ve bak kardeş hamısı Gelford, Belgalof ve içinde Angus olanlar da var. Bunlar Plimnoy gedir, Plimnoy. Yani buynuzsuz. Ben oraya nömrəni yerləşdirəcəm. Sənin onun. İkiniz deməli gözəl kişilər. 055 265 32 85 ilə Aydın kişi ilə əlaqə saxlayırsınız birbaşa. Aydın kişilər bütün suallarınızın her birine cevap verecek. Gördüğünüz kimi. Bak. Gözəldirlər. Bütün adderlerde. Yani gelin kardeş neçəsini istiyorsunuz? Patologu bu heyvana 4 ay baxaysan. Bak bu ayak üstə duran heyvana. 4 aya bu hazırdır. Bu videomuzu Bərdə Mal Bazarının videosunda da yerləşdirəcəyi tam ətraflı izləyirsiniz. Videolar bütün saytların hamısında paylaşılacaq. Hal-hazırda heyvanlar hamısı göz qabağındadır. Biri-birindən gözəldirlər. Biri-birindən. Baxın, 100 neçə dedin? 56? 156 baş erkəkdir. Noy, yani buynuzsuz Gelford Belgalof gözəldirlər. Buyurun bakın. Tam ətraflı. Videomuzu burada yekunlaşdıracağıq. 055 265 32 85 nömrəsi ilə istəyir WhatsApp, istəyir mobilni. O nömrə ilə əlaqə saxlayırsınız. Deyirsiniz biz
Piriyev Tahir tərəfindən gəlmişik, sizə endirimlər eləyəcək. Belə çəki ilə də, yəni qardaş, qiymətlər istəyir sağlam heyvanlar, istəyir boğaz heyvanlar, hamısı o kişi qiymətlərini deyəcək sizə. Buyurun baxın.